hamınızı narahat eləyirdi, Bakı niyə su altındadır? Bakını niyə su basır son illərdə? Əvvəlki illərdə bundan da betər yağış yağmırdı. Amma son illərdə niyə Bakını su basır? Buyurun baxın. Bakını su basmasına və yolların birdən çökməsinə səbəb Prezident İlham Əliyevin gənclikdəki və Buzovnadakı iqamətgahlardan hava limanına yeraltı tunellərin çəkdirməsi olubdur. Bu tunellərin çəkilməsi zamanı tunelin xətti ilə toqquşan kanalizasiya xətlərinin qarşısını kəsiblər tuneli çəkəndə. Qarşısını kəsib bağlayıblar. Yadınızdadır bir tunel kanalizasiya xətləri vardı, içi təmiz beton tökülmüşdü. Yadınızdadır. Deməli İlham Əliyevin tunel xətti ilə deməli hava limanına qaçış, İlham Əliyevin qaçış tunelləri, Gənclik və Buzovnadan gedən qaçış tunellərinə kəsiblər. Hamısına beton töküblər. Bağlanıbdır kanalizasiya xətləri. Kanalizasiya xəttinin yolunu, dəyərli vətəndaşlar, diqqətli olun. Kanalizasiya xəttinin yolunu dəyişmək çox çətin xərc tələb eləyir. Əgər deməli İlham Əliyevin kanalizasiya bu qaçış tunellərinin toqquşduğu kanalizasiya xətlərinin dəyişilməsi, qanuni şəkildə dəyişilməsi baş versəydi, həm uzun zaman olardı, həm də 10 milyarddan çox pul lazım idi. Bütün binalar, nələr, altından, binanın altından gedən var, üstdən gedən var, yoldan gedən. Hər neysə. Dəyərli vətəndaşlarım, dəyərli soydaşlarım, çox bahalı xərc tələb eləyir. Bağlanılan kanalizasiya xətləri sadəcə kiçik durbalarla digər kanalizasiya xətlərinə, kiçik durbalarla, ötürücülərlə qoşulubdur. Kiçik durbalarla. Lakin yağış yağan vaxtı, bir dərəcə də yağış güclü yağan vaxtı həmin kiçik ötürücü durbalar suyu tam ötürə bilmir. Tunel çəkildiyi üçün yerin altında su yuyur. Tunel çəkilib deyə yerin altında su yuyur və buna görə də yollarda çöküşlər də baş verir. Şəhəri su basır. Dəyərli vətəndaşlar.